Blok sualların izahına davam edirik. Yenə də deyim 20 sınaq 3-cü qrup kitabından bir suala baxaq. 17-ci sual. Euler Venn diaqramında doğru fikirləri müəyyən edin. Dəftər, dəftərlər. Biz belə suallarda biraz diqqətli olmalıyıq. Çünki məsələn, bu birinci hissəyə yazılanı əgər dəftər sözünə baxırıqsa, mütləq bu sözə də baxmalıyıq ki, bu sözdə həmin xüsusiyyət olmasın. Əgər birinci hissəyə də yazılan sözün xüsusiyyəti ikinci sözə də aid olarsa, onda yanlış olacaqdır. İndi baxaq, dəftər sözü yalnız dəftər sözünə mi aiddir? Şəkilçisi sadə sözdür. Bəli, sadədir və şəkilçisi yoxdur. Və digər mütləq dəftərlər sözünə baxırıq. Dəftərlər sözü isə düzdür, sadədir, amma şəkilçisi var. Ona görə də təkcə bu birinci hissəyə aid olduğu üçün bir doğrudur. 2. Sadə sözdür. Hər ikisinə baxırıq. Artıq ortaq hissə asandır ki, biz hər ikisinə baxırıq adətən. Amma kənarlarda olanda hər ikisinə baxmaq yadımızdan çıxır. Burada diqqətli olaq. Sadə sözdür. Doğrudur. Dəftər, dəftərlər hər ikisi sadə sözdür. 2 də yazırıq. 3. Tərkibi 2 hissədən ibarətdir. Biz bilirik ki, sözlərin tərkibi kök və şəkilçidən ibarət olur. Və dəftərlər sözü düzdür, kök və şəkilçidən ibarət olsa da, dəftər sözü yalnız kökdən ibarətdir. Ona görə 3 səhvdir. 3 səhvdir. 3 olanları çıxaq. 2 bənddə 3 var. 4. Bir qrammatik şəkilçi var. Dəftərlə, bəli, bir dənə larla cəm şəkilçisi var. Bu doğru fikirdir. Və eyni zamanda yenə də birinci dəftər sözünə baxırıq. Təbii ki, orada şəkilçi yox idi. Bu da doğrudur. Digər bəndə baxaq. Yazılışı ilə tələffüz arasında bir məqamda fərqlənir. Biz bilirik ki, dəftərlər sözü necə tələffüz olunur? Dəf, dər və lər işləndiyi üçün o da r-ya çevrilir. Dəftərlər. Yəni 2 fərqli məqam oldu. Baxın, bir t-dıya çevrildi, bir də l-r-ya çevrildi. Ona görə də 5-ci cavab da səhvdir. Və bizim cavabımız nə oldu? 1, 2, 4. O da oldu C bəndi.